Salam əziz müdavimlərimiz, mən Nərmin Yaqublu, Namazov Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimiyəm ibtidai siniflər üzrə. Bugünkü mövzumuz sizlərlə bərabər söz yaradıcılığıdır. Söz yaradıcılığı ilə bağlı ən vacib məqamları, ən dəqiq və incə detalları qısa və lakonik şəkildə sizlərə izah verəcəm. Deməli, burada mən 4 plan hazırlamışam və bu plan əsasında bugün mən sizə böyük bir söz yaradıcılığını plan əsasında qısa və lakonik şəkildə izah verəcəm. Başlayaq. Ümumiyyətlə, sözün kökü nədir? Söz nədən yaranıb? Sözün başlanğıc forması nədir? Söz ümumilikdə nədir? Bu anlayışları bəzən müdavimlərimiz bir sual olaraq görürlər və sınaqlarda səhv yazılmalarına gətirib çıxarır ki, bu da bizdə 2 balımızın itirilməsinə səbəb olur. Bəs biz bu zaman nə etməliyik? Gəlin birlikdə baxaq. İlk növbədə sözün kökü nədir? Kök anlayışı dedikdə, əziz müdavimlərimiz, bilmək lazımdır ki, sözün mənalı hissəsi, yəni məna ifadə edən hissəsi nəzərdə tutulur ki, biz də buna sözün kökü deyirik. Həm leksik məna nəzərdə tutulmalıdır burada, həm də qrammatik məna. Və demək olar ki, bu sözlərimizə biz həm orfoqrafiya, orfeepiya, eyni zamanda izahlı lüğətlərimizdə həmin sözlərə rast gələk. Məsələn, gəlin burada sizlərlə birlikdə biz sarsılmaq sözünü yazaq. Bəzən ıl şəkilçisinə görə müdavimlərimiz sözün kökünü sars olaraq götürürlər və bu da təbii ki, yanlışa gətirib çıxarır. Çünki dilimizdə bizdə sars adında bir söz, bir feil, bir kök yoxdur. Ona görə də sözün kökünü biz sarsılmaq olaraq götürməliyik. Bu birinci məqam. İkinci məqam isə sözün kökünü tapmaqda ikinci əsas vacib məqamlardan biri sözün kökünlə şəkilçi arasında mütləq surətdə məna yaxınlığı, məna bağlılığı olmalıdır. Əgər məna yaxınlığı, məna bağlılığı yoxdursa, bu söz olacaq sadə söz. Gəlin izaha baxaq. Məsələn, mən burada dağıntı sözünü götürsəm, dağıntı yazsam, dağ sözü. Baxın, dağlıq ərazidəki dağ, hündürlük, zirvə, yüksəklik məzmununu ifadə edən bir sözlə dağıntı, uçmaq, dağılmaq, tökülmək, bunun arasında heç bir məna yaxınlığı yoxdur. Ona görə də biz sözün kökün dağıntı olaraq götürəcək və dağıntı sözü bir kök olaraq sadə söz kimi götürüləcək. Bəs biz hansı məqamda sözün kökün və leksik şəkilçini götürməliyik? Gəlin sizlərlə baxaq. Sizə 2 nümunə yazacağam. Yoluxmaq ən çox müdavimlərin çaşdığı bir sözdür. Bir də kitabxanaçılıq sözünü qeyd edək və bununla sizə izahını verəcəm ki, sözün kökü və şəkilçi anlayışına. Baxaq, sözün kökü yol. Düşünə bilərsiniz ki, yolla yoluxmaq arasında nə əlaqə, nə məna yaxınlığı olar? Ümumiyyətlə, yol sözü omonim olduğundan digər bir mənası da üsul tərz deməkdir. Yəni, biz hansısa bir virusa hansı yolla yoluxuruq? Ona görə də yolla yoluxmaq arasında bir məna yaxınlığı, bir oxşarlıq oldu və sözün kökü yoldur. Ux şəkilçisi burada qeyri-məhsuldar şəkilçisi kimi götürsək də leksik şəkilçi olaraq götürəcəyik. Bəs kitabxanaçılıq sözünə gəlin diqqət edirək. Kitab bildiyimiz kimi əşyadır, vəsaitdir, oxumaq üçün istifadə olunan bir vəsaitdir. Biz buna xana şəkilçisini artırsaq, xana leksikdir. Xana fars mənşəli sözdür. Fars dilində bina, ev deməkdir. Düzdür, onlarda söz məna ifadə edir, ancaq bizdə şəkilçiləşmiş formada ifadə olunduğuna görə bu şəkilçi kimi, leksik şəkilçi kimi götürək. Baxaq, kitab sözü əşyadır, kitabda xana artırdıq. Yəni, əşyaların saxlanıldığı yer mənasını ifadə edir. Biz buradan çığını da əlavə etsək, yəni kitabxanaçı, kitabxananı idarə edən şəxs. Bilirik ki, çığ üstü 4 şəkilçisi peşə məzmunu ifadə edir. Məsələn, dəmirçi, bu kimi sözlərdə ifadə olunur və lığı da əlavə etsək, lıq şəkilçisidəki mücərrəd mənalı bir isim əmələ gətirəcək. Yəni, kitabxanaçının peşəsi məzmununu ifadə etmiş olacaq. Çılıq şəkilçisində biraz ehtiyatlı olaq, çünki hər zaman çığ-lıq formasında olmaya bilər. Bəzən çılıq bəzi sözlərdə bütöv şəkilçi formasında olar. Məsələn, qoyunçuluq sözünü biz götürək. Məsələn, qoyunçuluq sözündə boyunca adında bir söz yoxdur. Ona görə çılığı biz bütöv götürürük. Və yaxud ki, digər nümunələrə nəzər salsaq, düşmənçilik, peşmançılıq, bu tipli sözlərdə də çılığı biz bütöv şəkilçi olaraq götürmüş olacaq. Bəli, bu sözün kökündən bağlıdır. Bəs qrammatik şəkilçilər də gəlin nəzər salsaq, qrammatik şəkilçilər əsasən dilimizdə belə deyək də yeni bir mənalı söz yaratmır, bir nitq hissəsindən fərqli nitq hissəsi yaratmır. Sadəcə olaraq sözün formasını dəyişir. Məsələn, yazsam ki, kitab
Kitabdadır. Yəni kitab məzmun olaraq eyni qalacaq, əşya olaraq eyni qalacaq. Kitab kitabda, kitabdadır. Sözün kökünü də qoysaq, yəni bu formada kitabdan yeni mənalı bir söz yaranmadı. Sadəcə olaraq kitabın ətrafında döndük biz. Ona görə bunlar nə adlanacaq? Qrammatik şəkilçilər. Əsasən isimlərdə qrammatik şəkilçilər cəm, hal, mənsubiyyət, şəxs, feillərdə isə feilin zaman şəkilləri, şəkil şəkilləri, inkar şəkilləri, təsriflənməyən feillərin şəkilləri, nəzərə alaq ki, növ şəkilçiləri burada istisnadır. Çünki növ şəkilçiləri leksik şəkilçilərdir. Hər kəsə aydın oldusa, ikinci bir məqama gəlin baxaq. İkinci məqamda biz bayaq orada da qeyd etmişdik ki, söz nədən yaranıb? Bəli, əsas məsələlərdən biri budur. Çünki sözün kökündən söz nədən yaranıb fərqli anlayışlardır. Amma bəzilərimiz bunu nə götürürük? Bir söz kimi götürürük. Gəlin baxalım. Məsələn, düzgünlük sözün buradan yazsam, düzgünlük. Gəlin təhlil edək. Sözün kökünü düz olaraq götürsəm, günü leksik şəkilçi götürsəm, lükü də leksik şəkilçi. İndi düz sözü 5 fərqli nitq hissəsini ifadə edir. Onu biraz da mən sizə izah verəcəm. Deməli, sözün kökünü düz götürdük. Bəs söz nədən yaranıb dedikdə, biz axırıncı leksik şəkilçini silirik, görmürük. Axırıncı leksik şəkilçidən bir şəkilçi əvvəlki söz nədən yaranıb? Deməli, sözümüzün kökü olacaq feil, sözümüz yarandı sifətdən. Çünki gün şəkilçisi əsasən feilə artırılan şəkilçidir. Düzgün və ya ki süzgün, bu tipli şəkilçilər feillərə artırılır. Lük şəkilçisi də bilirik ki, sifətdən isim düzəldən şəkilçidir. Bəzi hallarda istisnalıq da var, sifətin özündə düzəldə bilir. Məsələn, həftəlik plan, gündəlik iş, bu kimi sözlərdə sifət də düzəltmiş olacaq. Bəli, demək ki, sözün kökü mənalı hissəsidir. Söz nədən yaranıb dedikdə isə, yenə deyirəm, axırıncı leksik şəkilçidən bir şəkilçi əvvəlki. Belə bir sual çıxır ortaya. Bəs, axırıncı leksik şəkilçi dediniz müəllimə, birdən ola bilər ki, bir leksik şəkilçi var. Bəs biz o zaman söz nədən yaranıb necə götürəcəyik? Bunun da yolu var. Gəlin bunu da sizə izahım verim. Çünki kitablarda biz bunlara rast gəlmirik. Ancaq sınaqlarda qarşımıza çıxır. Baxaq, bildir ki sözünə diqqət yetirək. Bildir ki. Təbii ki, sözün bilmək feili ilə bildir zaman zərfi arasında heç bir məna yaxınlığı olmadığından bildir sözünün kök olaraq götürəcəyik. Kini də leksik şəkilçi. Ümumiyyətlə, ki şəkilçisi sifət düzəldən şəkilçidir və daha çox hansı sualına cavab verir. İstisna məqamlarımız da var. Bizimki, sizinki, mənimki, səninki bu tipli sözlərdə yiyəlik hal şəkilçisi olduğuna görə biz bunu isim götürmürük. Deməli, bəs bizim sualımıza baxaq. Söz nədən yaranıb dedikdə, bir leksik şəkilçi olduqda biz sözün kökünü necə götürəcəyik, söz nədən yaranıb necə götürəcəyik? Gəlin birlikdə baxaq. Bir leksik şəkilçi olduqda, bəli, bu zaman sözün kökündən söz nədən yaranıbı bir götürəcəyik. Yəni deyirəm, bir leksik şəkilçi olduqda sözün kökündən söz nədən yaranıb bir götürəcəyik. Deməli, həm sözümüzün kökü bildir, həm kök olaraq biləcəyik, həm də belə deyək də, deməli yarandı nədən? Zərfdən. Bunu bu formada yadınızda saxlayırıq. Sonra üçüncü bir məqama baxaq sizlə, əziz müdavimlər. Burada bir məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm. Əsasən düz sözünə elə yazmışam, gəlin izahım verim. Düz sözü 5 fərqli nitq hissəsi kimi çıxış edir Azərbaycan dilində. Həm düz sifət olur, həm zərf olur, həm feil olur, həm düz, dağ, dərə mənasında isim olur, həm də ki, ədat kimi istifadə olunur. Bəs biz hardan bilək ki, bu tipli sözlərdə, məsələn, mən burada düzəl yazsam, düzül yazsam, düzlən yazsam və yaxud da ki, yazsam, düzdür, düzləş. Bəs biz burada hardan bilək ki, sözün kökü, düz sözü sifətdirmi, yoxsa feildirmi? Burada bir-iki qaydanı mən sizə izahım verəcəm və bu qaydalar əsasında siz səhv etməyəcəksiniz. Birinci, yadda saxlamaq lazımdır ki, la üstü 2, lan üstü 2, laş üstü 2. Bax, bu şəkilçilər üstü 2 olanlar hər zaman hara artırılır? Əziz müdavimlər, sifətə artırılır. Sifətə. 4 cür yazılan şəkilçilərə baxaq. Il üstü 4, dır üstü 4,
ış üstü 4. Bax bu şəkilcilər ıldır, ış, ın bu şəkilcilər 4 cür yazılanlar isə yadımızda saxlayırıq ki, hər zaman hara artırılır? Feilə artırılır. Yox, bunlarla da yadımızda saxlaya bilmiriksə əgər, onda ikinci bir məqama keçirik. Əgər sözün kökünlə, sözün kökündəki saitlə şəkilçidəki sait eynidirsə, deməli feildir. Sözün kökündəki saitlə şəkilçidəki sait fərqlidirsə, deməli sözümüzün kökü nə olacaq? Sifət olaraq götürəcəyik. İndi baxaq. Düz sözün köküdür, əl leksikdir. Deməli nədən yarandı? Sifətdən yarandı. Düz sözün köküdür, ül leksikdir. Deməli nədən yarandı? Feildən yarandı. Bax bunun kökü demək oldu sifət, bunun kökü oldu feil. Lan üstü 2 şəkilçidir. Eyni zamanda deməli saitləri bir-birinə uymur. Buna nə götürürük? Sözün kökünü sifət götürürük. Bəli, bunun da dür şəkilçi 4 cür yazılan şəkilçidir. Eyni zamanda söz kökündəki saitlər bir-birinə uyduğuna görə bunun kökünü nə götürürük? Feil götürürük. Yenə şəkilçilər uymadığına görə saitlərimiz bunda sözün kökünü nə götürürük? Sifət olaraq götürürük. Eyni zamanda sıxıl, sıxlaş, sıxıl, sıxdır bu tipli sözlərdə də eyni qaydanı tətbiq edərək doğru testləri düzgün yazmağımıza səbəb oluruq. Daha sonraki məqamlara gəlin birlikdə nəzər salaq. Digər bir məqamı sizə izah edəcəm. Sözün başlanğıc forması. Silək. Sözün başlanğıc forması. Sözün başlanğıc forması dedikdə axırıncı leksik şəkilçiyə qədər ki olan hissə nəzərdə tutulacaq mütləq surətdə. Məsələn, deyirəm kitabdakılar. Kitab sözün kökü, kitabdan kitabdakı sifət yaratdıq. Bir nitq hissəsindən fərqli nitq hissəsi yaratdıqsa bu leksik şəkilçidir. Bunlar qrammatikdir. Deməli, qrammatik şəkilçiyə qədər olan hissə bizim nəyimiz oldu? Başlanğıc formamız oldu. Bəs başlanğıc formanın tərkibində qrammatik şəkilçi ola bilərmi? Bu zaman necə təhlil edəcəyik? Gəl ona baxaq. Məsələn, əmimgildəki sözünü yazsaq, görürük ki, əmi sözün kökü m qrammatik, mənsubiyyət şəkilsi, gil leksik, dəki leksik. Axı biz dedik axırıncı leksik, bəs burada m qrammatik. Bu necə olacaq? Fərqi yoxdur. Yenə də axırıncı leksik şəkilsiyə qədər biz sözün başlanğıc formasını götürmüş olacaq. Və son olaraq qeyd edim ki, ən son isə mən sizə izah verəcəm. Dördüncü söz ümumilikdə nədir? Baxaq. Deməli, birinci sualımız oldu sözün kökü nədir? Birinci sualımız oldu, baxın, birinci sualımız oldu kök. İkinci sualımız oldu nədən yaranıb? Nədən yaranıb? Üçüncü sualımız oldu söz ümumilikdə nədir? Mən bu üç sualın üçündə bir sözlə sizə ifadə edəcəm, başa salacağım. İnanıram ki, sizin üçün faydalı olacaq. Mən burada yazacağım hansı söz? Məsələn, gərginlik sözünü yazaq. Gərginlik sözünü yazaq. Bəli, sözün kökü gərmək feildir. Gər adında dilimizdə feil var. Ümumiyyətlə, gün şəkilçisi olsun, gün şəkilçisi olsun, qın, kin, qun, gün 4 cür yazılan şəkilçisi olsun, feilləri artırılaraq sifət yaradır bu şəkilçilər. Məsələn, gərgin, kəskin, süzgün bu tipli sözləri götürə bilərik. Gər sözün köküdür. Gin artırdıq leksik, lik artırdıq. Yenə də mücərrəd mənalı bir isim yaratdıq. Deməli, başlanğıc formamız oldu gərginlik sözü. Deməli, sözümüzün kökü oldu nə? Feil. Sözümüzün mənalı hissəsi. Nədən yarandı dedikdə bayaqlarım demişdik, axırıncı leksik şəkilçini görmürük. Axırıncı leksik şəkilçidən bir şəkilçi əvvəlki. Deməli, nədən yarandı? Sifətdən yarandı. Sifətdən. Bəs sözümüz ümumilikdə nədir desək, bu sualımızın cavabına gəlsək, qrammatik şəkilçilər əgər sözümüzdə varsa onları görmürük. Ümumilikdə leksik şəkilçiləri götürürük. Yenə söz ümumi qrammatik mənasına görə nədir desək, isə bu nədir? İsim olacaq. Bu qədər əziz müdavimlərimiz, inanıram ki, sizlər üçün faydalı oldu. Bizi izləməyi unutmayın.